Peyğəmbər alı Peyğəmbərə sələvat edək. Allahümə salli ala Muhammed. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, Rəbbimizə əl açaraq etdiyimiz bütün dua və hacətləri bizdən qəbul eləsin. Allah qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar eləsin. Xalqımızı, cəmiyyətimizi bir-birinə mehriban eləsin. Möhtərəm cəmaatımız, bildiyimiz kimi bugün Cümə günüdür. Bugün İslam tarixində Quran və Sünniyə əsaslansaq, sonuncu xilaskarımızın gəliş günüdür. O gündür ki, yer üzəri haqsızlıq, ədalətsizlik, zülmlə idarə olunduğu və əhatə olunduğu bir dövrdə, vaxtda sonuncu xilaskarımızın gəlişi ilə haqsızlığın aradan gedərək haqqın, ədalətsizliyin aradan gedərək ədalətin, zülmün, sistəmin, nifaqın kökünün kəsilərək sülhün, əmniyyətin yer üzərində bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin inşallah. Və əgər ömrümüz vəfa qılmazsa, həmin günü görməriksə, yaşadığımız bu ömürdə, bu ömrümüzü layiqincə o Həzrətin gəlişi üçün layiqli şəkildə ömür sürənlərdən qərar versin inşallah.